Adı tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşdur. Lakin möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli görücüsü bir mənalı şəkildə Michel Nostradamus olmuşdur. Neçə əsrlərdir tədqiqatçılar onu görücülər görücüsü adına layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu peyğəmbər adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini uzatmışdır. Əsrlərlə adı əfsanəyə çevrilən, dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan Michel Nostradamus, intibah dövründə 1503-cü ildə Fransada katolik dinini qəbul etmiş Yahudi ailəsində anadan olmuşdu. Dünyasını dəyişdiyi 1566-cı ilə qədər qeyri-adi sevincli və çətin həyat yolu keçmişdir. Maraqlıdır ki, Nostradamus həm zamanəsində, həm də çox-çox sonralar labüd olaraq dünyada baş verə biləcək əlamətlər hadisələri qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət qoymuşdur. O, digər görücülərdən fərqli olaraq nəinki baş verəcək əlamətlər hadisələri, hətta özündən əsrlərlə sonra dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət müddətlərini də tam dəqiqliklə göstərmişdir. Onun Ermənistan, Azərbaycan arasındakı Qarabağ müharibəsinə aid dedikləri 54 saylı kəhanət adını almışdır. Nostradamusun o dövrə heç dəxli olmayan Azərbaycan və Ermənistan haqqında kəhanəti belədir. Saçları qısa qırxılmışları silahdan məhrum edəcəklər. Bu münaqişənin müddətini xeyli uzadacaq. İçki atası ildırım sürəti ilə Albanlara qarşı kələk işlədəcək. Özününkilərdən ayrı düşənlər məhv olacaq. Əcnəbi tədqiqatçılar Albaniya deyəndə müasir Azərbaycan və Azərbaycanlıların nəzərdə tutulduğunu etiraf edir. Nostradamus şünas Bardo Kidogo yazır: Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyil. Əslində qədim tarixdə və Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir. Tədqiqatçı John Hogg və başqaları da eyni fikirdədirlər. John Hogg yazır: Qədim Albaniya Zaqafqaziya regionudur. Kəhanət 20-ci əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi. Qarabağ münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində Ruslar Azərbaycanlıların əlindən ov tüfəngini belə alırdılar. Lazımi hərbi sursat və müasir silahların olmaması ucbatından kəhanətdə göstərildiyi kimi münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə edən Azərbaycan ordusu ildırım sürəti ilə Füzuli, Cəbrayıl istiqamətində hücuma keçib, çox yerləri azad edəndə ermənilər vahimə içində qaçmağa başladılar. Boş oturma, çalışdı, üşütmət ilə vətənə, südüm sənə halal olmaz, sən başarsan düşmənə. Baş irəli, hey! Baş irəli, Azərbaycan əskəri, dönməz geri, hey! Dönməz geri, Azərbaycan əskəri. Rusiya prezidenti Boris Yeltsin Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olmasını da yada saldı. Atəşkəs əldə edilsə də münaqişə həll olunmadı. Kəhanətin 4-cü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan Azərbaycanlılardan gedir. Kəhanətin 2-ci sətrində isə münaqişənin bizim, yəni Azərbaycanın xeyrinə həll olunacağı deyilir. Nə gözəldir ölmək bizə sevgili vətən üçün, yanar ürək yurd eşqinə daima için. Nə gözəldir ölmək bizə sevgili vətən üçün, yanar ürək yurd eşqinə daima için. Marş irəli, hey! Marş irəli, Azərbaycan əskəri. Beləcə xan kəndinə girəcək inşallah. Nostradamusun Azərbaycan haqqında dedikləri məşhur görücü Vanqanın kəhanəti ilə oxşarlıq təşkil edir. Vanqanın Qarabağ və Azərbaycan haqqında demiş olduğu ən düzgün kəhanət videosuna baxmanızı məsləhət görürəm. Azərbaycan və buna bənzər videoların davamı üçün kanala abunə olub, videonu bəyənib və paylaşın.